xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Zamanzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bugün yeni 2026-cı il Time Test Bankından bilik mövzusunun izahını verəcəm. Və izaha başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq hər gün paylaşılan test izahları, yeni mövzuların izahından xəbərdar ola bilərsiniz. Və onu da qeyd edim ki, siz bizim sınaq qrupumuz və dərs qrupumuz haqqında məlumat almaq üçün 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. Aprel ayında bizim sınaq qrupumuz açılacaq ki, bu qrupda yüksək səviyyəli situasiya tipli suallar işləyəcəksiniz və yalnız bir dəfə ödəniş ödəməklə model suallardan faydalana bilərsiniz. Başlayaq sualın izahına. Hansı fikir yanlışdır? Səhv olanı bizdən soruşur. Metakognitiv bilik yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir. Bəli, bilirik ki, metakognitiv bilik insanın, şagirdin özü haqqında bilikdir ki, bu da yuxarı səviyyəli bilikdir, doğrudur. Faktoloji bilik Bloom taksonomiyasının aşağı mərhələsinə uyğun gəlir. Bloom taksonomiyasının var aşağı mərhələsi, var yuxarı təfəkkür səviyyəsi. Aşağı təfəkkür səviyyəsinə xatırlamaq, anlamaq mərhələlərdir. Faktoloji bilik də daha çox xatırlamaq mərhələsi ilə əlaqəli olur və bu da aşağı mərhələyə uyğun gəlirmi? Bəli, gəlir, getdi. Şagirdin tapşırığı həll zamanı özü üçün düzgün strategiya seçməsi prosedural biliyə aiddir. Xeyr, müəllimlər, bu prosedural yox, bu metakognitiv bilik olur. Niyə metakognitiv bilik olur? İnsanın özü haqqında, oxumağı haqqında, gələcəyi haqqında, karyera qurması, strategiya qurması. Bu uşaq özü üçün strategiya qurur. Mən səhər tezdən durub, misal üçün kimyanı oxuyacam. Günorta dərsdən gələndən sonra biologiya testlərinə üstünlük verəcəm. Bu cür özü üçün strategiya qurması bu prosedural bilik deyil. Bu metakognitiv bilikdir. Yanlış olan C bəndi. Şagirdlər idraki proseslər haqqında nə qədər çox məlumatlı olsalar, daha yaxşı öyrənə bilərlər. Düppədüz fikirdir. Strateji bilik öyrənmə və tətbiqlə bağlı strategiyalardan xəbərdar olmaqdır. Bu da doğru fikirdir. Yanlış olan C bəndidir. İkinci suala baxırıq. Fikirlərdən hansı yanlışdır? Yanlışı soruşur. Şagirdlər bilik əldə edərkən onu kognitiv proseslərdən keçirməlidirlər. Bu, həqiqətən də belədir, doğrudur. Biliyin qəbulu zamanı kognitiv və metakognitiv fəaliyyətlərin əhəmiyyəti böyükdür. Bəli, biz qəbul edək, bilik öyrənərkən, bilik qəbul edərkən bunu metakognitiv fəaliyyətlə, yəni özümüzünküləşdirib öyrənəndə daha yaxşı olur, getdi. Şagirdlər onlara ötürülən biliklərdən özləri üçün bir məna çıxara bilməlidirlər. Bəli, bayaq qeyd etdiyim kimi özününküləşdirməlidir. Ondan bir məna çıxarmalıdır. Onu yadda saxlamaq üçün bir məna çıxarmalıdır ki, bu bunun uzun müddətli yaddaşında qalsın. Doğru fikirdir. Biliyin faktoloji, konseptual, prosedural və metakognitiv olaraq təsnif edirlər. Bəli, biliyin 4 növü var, doğrudur. Şagirdlər biliyin ötürülməsində pasiv iştirakçı rolunu oynamalıdır. Xeyr, müəllimlər, müasir kurikulumda biz deyirik interaktiv təlim, interaktiv dərslərdən istifadə etməliyik. Yəni, interaktiv sözü nədir? Qarşılıqlı əlaqədə olan, müəllimlə şagird qarşılıqlı əlaqədə olmalıdır. Şagirdlər müzakirə etməlidir, sual verməlidir, əməkdaşlıq etməlidir. Yəni, şagirdlər artıq pasiv dinləyici deyirlər. Bu, ənənəvi təhsildə idi. Şagirdlər aktivdirlər. Yanlış olan ikinci sualda Y bəndi. Üçüncü suala baxırıq. Uyğunluğu müəyyən edin. Cədvəl sualıdır. Uyğunluğu müəyyən edəcəyik. Metakognitiv biliyə aid olacaq. Şagird məsələni həll etməzdən öncə onu təsəvvüründə canlandırmağın anlamasına yardım etdiyini bilir. Yəni, bu bunun öz metakognitiv biliyidir ki, hər hansı bir məsələni həll etməzdən əvvəl onu beynində canlandıranda daha yaxşı anlayır. Bu nəyə uyğun gəlir? Metakognitiv biliyə. 1A. Prosedural bilik. Şagird, şəhər və kənd əhalisinin say nisbətinin etibarilə dəyişməsini hesablayır. Prosedural bilikdə bir proses olur, ardıcıllıq olur. Nəyisə hesablamaq, həll yolunu demək prosedural bilikdir. 2-yə uyğun gəlir. C. Konseptual bilik. Şagird sağlam həyat tərzinə təsir edən amilləri qruplaşdırmaq, ümumiləşdirmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək bu konseptual biliyə aid olur. Doğru 3-ə D. Deklarativ bilik. Şagird yayda okeanda materikə doğru əsən küləklərin adlarını sadalayır. Bəli, bu deklarativ biliyə uyğundur. B. Doğru cavab A bəndi 3-cü sualda. 4-cü suala baxaq.
videonu bəyənin. Bu bizim üçün çox vacibdir. Deklarativ biliklə bağlı fikirlərdən hansı yanlışdır? Deklarativ bilik bilirsiniz ki, iki yerə bölünür. Terminoloji, spesifik, terminlər, hazır informasiyalar deklarativ biliyə aiddir. İndi baxaq görək ki, hansı yanlışdır. Hər hansı bir sahə ilə bağlı olan terminlər biliyin bu növünə aiddir, düzgün fikirdir. Fənlə bağlı dəqiq məlumatlar özündə əks etdirir, düzgün fikirdir. Digər bilik növlərinin formalaşmasında mütləq deklarativ bilikdən istifadə olunur, həqiqətən də. Yəni, elə konseptual bilik deklarativ biliklər arasında əlaqədir, doğrudur. Deklarativ biliyə idraki fəaliyyətin istənilən mərhələsində rast gələ bilərik. Bəli, istənilən mərhələdə biz terminlər görürük, informasiyalar görürük, doğrudur. Hər hansı bir tapşırığın icrasını necə edəcəyimizi bilmək deklarativ biliyə hesab edilir. Hər hansı bir tapşırığın icrasını necə həll edə biləcəyimizi bilmək, həll yolunu bilmək, icrasını bilmək bu deklarativ yox, bu prosedural biliyə aiddir. Doğru cavab 4-cü sualda Y bəndi. 5-ci suala baxırıq. 5-ci sualda qeyd olunur ki, müəllim şagirddən xarici dildə yeni sözləri daha yaxşı yadda saxlamaq üçün hansı üsullardan istifadə etdiyini siniflə bölüşməsini xahiş edir. Baxın, daha yaxşı yadda saxlamaq üçün. İndi uşaq deyəcək ki, mən bunu çoxlu yazıram, çoxlu yazanda yadımda qalır. Biri deyəcək ki, mən öz-özümə çoxlu deyirəm bu sözləri. Yəni, daha yaxşı hərə bir cür yadda saxlayır da. Bu nə tələb edir insandan? Təbii ki, metakognitiv bilik, özün haqqında bilik, metakognitiv bilik. 5-ci sualda doğru cavab C bəndi. 6-cı suala baxırıq. Bu misranın mahiyyətini dərk edən şagirddə biliyin hansı növü formalaşacaqdır? Canə sən candan nə kim gəlsə cığərlər ağrımaz, həq bilir bir zərrə neşlərdən damarlar ağrımaz. Bu şeiri, bu qəzəli oxuyub, bu misraları oxuyub, anlayan şagird nə isə oxuyub anlamaq, öz sözlərindən ifadə etmək nə olurdu? Təbii ki, konseptual biliyə aiddir. 7-ci suala baxırıq. Müəllim şagirdlərə instinkt düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirməyi tapşırır. Bu tapşırığa əsasən biliyin növünü müəyyən edin. Bunu fərqləndirirsə, təbii ki, konseptual biliyindən istifadə edib fərqləndirəcək. 8-ci suala baxırıq. Sual nümunələrin biri faktoloji biliyin yoxlanmasına xidmət etmir. Ağac üzərində qrafikaya nə deyirlər? Şagird fikirləşir, yadına salır, deyir, oxuyub, əzbərləyib getdi. Doğrudur. Rusiyada təhkimçilik nə vaxt ləğv edilib? Nədir bu? Faktoloji bilikdir. Hətta spesifik bilikdir. Getdi. Rusiya sənətkarlığının ən böyük mərkəzi haradır? Faktoloji bilikdir. Poltava döyüşü neçənci ildə baş verib? Faktolojidir. İnformasiyanı daha yaxşı yadda saxlamaq üçün nə etməliyəm? Baxın, nə etməliyəm? Hansı fəaliyyət etməliyəm informasiyanı daha yaxşı yadımda saxlayayım? Bunu mən deməliyəm də, mən özüm yadımda saxlayıram. İnsanın özü haqqında nə idi? Bu metakognitiv bilik idi. Yanlış olan Y bəndi, daha doğrusu faktoloji biliyin inkişafını xidmət etməyən situasiya fikir Y bəndindədir 8-ci sualda. 9-a baxırıq. Cədvələ əsasən uyğunluq gözlənilmişdir deyir. Görək, harada uyğunluq gözlənilib. Şərti həmişə düzgün oxuyun. Gözlənilib, yoxsa gözlənilməyib. İndi bizdən soruşur ki, gözlənilmişdir. Şagird bu bilik sayəsində faktları necə yadda saxlamaqla kifayətlənmir. Həm də səbəb-nəticə əlaqələri quraraq yeni situasiyalarda düzgün ümumiləşdirmə, izah verə bilmə, bilir, bu hansı bilikdir? Əlbəttə ki, bu konseptualdır. Konseptuala doğruya doğru yazıb, bu düzgün fikirdir. Eyni cismin ayda və yerdə kütləsinin sabit qalması, lakin çəksinin fərqli olması hansı səbəblərlə izah olunur? Fikrinizi əsaslandırın. Nə isə izah edirəmsə, bu mənim konseptual biliyimdir. Amma yazılıb prosedural və doğru, bu uyğunluq deyil. Burada uyğunluq pozulub. Getdi. İlk yardım çantasında olan materiallardan istifadə edərkən kiçik kəsiyi sarıyın. Faktoloji yanlış. Həqiqətən də bu faktoloji bilik deyil. Kiçik kəsiyi sarımaq bir ardıcıllıqdır. Birinci, nə bilim, spirtləməlisən, sonra bitlə, tənziflə bağlamalısan. Yəni, bu ilk yardım zamanı bu prosesin ardıcılığı var, fəaliyyətin ardıcılığı var. Bu faktoloji yox,
Bu prosedural bilikdir. Həqiqətən də yanlışa yanlış yazıb, deməli uyğunluq gözlənilir. 3-ü də götürürük. Bizim sualın doğru cavabı 1 və 3 C bəndi. 4-ə də baxaq. Bu bilik insanın öz öyrənmə prosesini dərk edib idarə etməsinə, nədə çətinlik çəkdiyini qiymətləndirərək məqsəd qoymasına uyğun strategiya seçməsidir. Bu nədir? Öz öyrənməsi haqqında. Bu metakognitiv bilikdir. Amma bura konseptual doğru yazılıb. Bu konseptual deyil və uyğunluq pozulub. Doğru cavab ona görə olur C bəndi. Nəhayət, neçə idi? Bu 9, 10-cu suala baxırıq. Hansı fikir doğrudur? Biliklərin möhkəmlənməsi əsasən məlumatın bir neçə dəfə təkrar olunaraq yadda saxlanmasına əsaslanır. Müəllimlər, bilirik ki, yeni kurikulum, yeni təhsil sistemi nə isə əzbərlənməklə biz biliyimizi möhkəmləndirmirik. İndi əzbər xarakterli bilik yox, tətbiq xarakterli fəaliyyət öyrədilir bizə. Ona görə A bəndi yanlışdır. Bilik ən effektiv şəkildə müəllimdən şagirdə hazır və sistemli formada təqdim olunduqda ötürülür. Biz hazır nəsə məlumat şagirdlərə verməliyik? Təbii ki, xeyr. Biz şagirdlərin özünün tapmasına, özlərinin araşdırmasına təşviq etməliyik. Biz şagirdə hazır informasiya artıq vermirik. Bu da getdi. Bilik növləri, fakt və anlayışları bilməyə, işi icra etmə bacarığını anlayışlar arasındakı əlaqələri dərk etməyə, öz öyrənməni planlayıb qiymətləndirməyə əsaslanır. Bəli, görürsünüz, faktı anlayışı bil, faktoloji. İcra etmə bacarığı nə idi? Prosedural. Anlayışlar arasında əlaqə, səbəb, nəticə dərk etmək nə idi? Konseptual. Öz öyrənməni planlayıb qiymətləndirmək nə idi? Metakognitiv. Həqiqətən doğru cavab C bəndi. Bilik əsasən bir mövzunu yaxşı başa düşməkdən ibarət deyil. Onu düzgün və səsli ifadə etmək bacarığıdır. Səlis. Xeyr müəllimlər, yəni nəyisə səlis ifadə edirəmsə o deməkdir ki, mən bilikliyəm. Bu da yanlışdır. Bilik zamanla öz-özünə dərinləşir. Bir mövzunu bir dəfə öyrənmək sonradan əlavə, təkrar və tətbiq olunmadan da uzun müddət sabit qalmağa kömək edir. Xeyr müəllimlər, elə bir şey yoxdur. Yəni təkrar etməsən bu yaddan çıxır və biz bunu əzbərləməyə yox, tətbiq etməyə köklənməliyik. Bu da yanlışdır. Növbəti 11-ci suala baxırıq. Hansı nəqliyyat vasitələri bu gün müasir hesab edilmir? Sualı verirsə, şagird də buna cavab verilirsə, hərə öz kontekstindən məsələyə yanaşacaq. Görürsünüz, nə üçün? Konseptual biliyin sualı nə üçün idi? Prosedural biliyin sualı necə idi? Və hərə öz kontekstindən məsələyə yanaşdığı üçün doğru cavab konseptual bilik. 11-ci sualda. 12-ci suala baxırıq. Gətirək 12-ci sualı. Aha. 12-ci sual yenə cədvəl sualıdır. Doğrudan doğru, yanlışdan yanlışı götürürük və bizdən təbii ki, uyğunluq istənilir. Kulturologiyanın bir elm kimi nədən bəhs etdiyini bilir? Deklarativ bilik. Bəli, bu həqiqətən də deklarativ bilikdir, doğrudur. Sifət haqqında deyilən fikirlərdən yanlış olanı müəyyənləşdirir. Prosedural bilik. Xeyr, müəyyənləşdirmək nə idi? Konseptual bilik. Bu yanlışdır, götürmürük. Mənəvi dəyərlərə malik olan milli mədəniyyət nümunələrini ümumiləşdirir. Ümumiləşdirirsə nə idi? Konseptual. Amma yazılıb metakognitiv. Bu yanlışdır. Yanlış olduğu üçün götürürük. Burada da bir doğru olduğu üçün götürürük. Bizim sualın doğru cavabı 1, 3. C bəndi. 4-ə baxaq amma yenə də. Bəşəriyyətin ibtidai tarixinə aid ilk tapıntının neçənci əsrdə əldə edildiyini bilir. Spesifik bilik. Bu doğru fikirdir. Amma biz bunu götürmürük. Çünki yanlışın altdan bizə yanlış fikir lazımdır. Növbəti 13-cü suala baxırıq. Müəllim şagirdlərə sual verir. Məxrəc eyniləşdirmədən kəsirləri toplana bilməməsi nə ilə bağlıdır? Ortaq məxrəc anlayışını nümunə üzərində açıqla. Baxın, görürsünüz, nümunə ilə açıqlayır. İzah edirsə, burada hansı bilikdən söhbət gedir? Təbii ki, burada söhbət gedir konseptualdan. Düzdürmü? İndi deyir, bu tapşırıqda istifadə olunan bilik növünə uyğun olaraq tapşırığı müəyyən edin.
Verilmiş bu cavablar içərisində biz konseptual biliyə uyğun tapşırıq götürməliyik. İndi cavablara baxaq. Sıxlığın ölçü vahidini yazın. Sıxlığın hesablanması üçün istifadə olunan düsturdakı hər bir simvolun nəyi ifadə etdiyini qeyd edin. Baxın, hesablanması üçün istifadə olunan düsturları qeyd edirsənsə, bu konseptual bilik deyil. Getdi. Kompasdan istifadə edərkən sinif otağınızda şimal istiqamətini tapın. Sonra bu istiqamətə əsaslanaraq otaqdakı iki obyektin bir-birinə görə yerləşməsini, istiqamətlərini ifadə edin. Burada bir ardıcıllıq var. Fəaliyyətin ardıcılığı, kompasdan istifadə etmək. Verilmiş cümlələrin hansında metafora, hansında bənzətmə olduğunu müəyyənləşdirin. Seçiminizi anlayışlarla əsaslandıraraq izah edin. Bu nədir? Bu, təbii ki, konseptual bilikdir. Doğru C bəndi. Azərbaycan Respublikasının dövlət rəmzlərini sadalayın və onların qəbul edildiyi illəri qeyd edin. Bu, faktoloji bilikdir, hətta spesifik, çünki xüsusi illəri qeyd edirsəm, Y bəndi də getdim. Doğru cavab C bəndidir. Y-yə baxaq, D bəndi getdi daha doğrusu. Y-yə baxaq, tapşırıqdan sonra özünü yoxlamaq üçün hansı üsuldan istifadə edirsən, bu da metakognitiv bilikdir, bu da getdi. Növbəti 14-cü suala baxırıq. Biliyin öyrədilməsi ilə bağlı hansı fikir yanlışdır? Bilik şagirdlərə seçici formada ötürmək lazımdır. Bəli, biz şagirdlərə bütün bilikləri eyni anda mı ötürdük? Təbii ki, xeyr. Elə bilik var ki, biz bunu məktəb vaxtı ötürürük. Eləsi var ki, ali təhsil, yəni bakalavrda, eləsi var ki, magistrda, eləsi var ki, doktoranturada. Yəni biz hamısını şagirdə təqdim edə bilmərik. Təqdim eləyəndə onun beyni onu qavramayacaq. Ona görə seçici formada biliyi ötürmək lazımdır. Doğrudur. A bəndi. Doğrudur. Şagirdlər biliyin ötürülməsi zamanı pasiv qəbul edən tərəf olmalıdır. Xeyr, bayaq da dedim ki, şagirdlər pasiv deyil. Artıq şagirdlər aktivdir. Biz nə deyirik? Şagird mərkəzli təlim. Mərkəzdə şagirddir. Yanlış olan B bəndi. Bilik ötürüldükdən sonra şagirdlər onun kognitiv və metakognitiv fəaliyyətlərdən keçirməlidir. Doğru fikirdir. İnformasiyanı seçici şəkildə təqdim etmək lazımdır. Bəli, bayaq da qeyd etdiyim kimi, yəni biz bunun hamısını birdən ötürə bilmərik şagirdə. Getdim. Biliyin öyrənilməsi zamanı müəllim fasilitator kimi çıxış etməsi əldə olunan biliyin daha yaxşı yadda saxlamasına kömək edir. Fasilitator odur ki, müəllim hazır informasiyanı vermir. Müəllim şagirdə yol göstərir, istiqamət verir, yön verir. Bu da doğrudur. Yanlış olan 14-cü sualda B bəndi. 15-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Anlayışların mənasını, onların bir-biri ilə əlaqələrini və bu əlaqələri izah edən ümumi prinsipləri dərk etməyə əsaslanır. Təbii ki, bu hansı fikrə uyğun gəlir? Bu, baxaq bir də, deyir ki, anlayışların mənasını, onların bir-biri ilə əlaqələrini və bu əlaqələri izah edən ümumi prinsipləri dərk etməyə əsaslanır. Bu uyğun gəlir konseptual biliyə. Və biz verilənlər içərisində konseptual biliyə uyğun fikir seçməliyik. Baxın B-yə, deyir, verilən bucaqlara uyğun növə aid edin və niyə həmin növə daxil olduğunu qısa əsaslandırın. Öz kontekstindən məsələyə yanaşıb bunu əsaslandırırsan. 1-ə gəlir B. 2-yə baxırıq. Bir işi addım-addım necə yerinə yetirməyi ifadə edir. Baxın, addım-addım necə yerinə yetirməyi ifadə edir. Əsas praktik tətbiq məşq vasitəsilə inkişaf edir. Bu nə hansı bilikdir? Bu prosedural bilikdir. Biz indi prosedural biliyə aid fikri seçməliyik. C-yə baxın. PowerPoint-də bir neçə slayddan ibarət təqdimat hazırlayın. PowerPoint kompüterdə açırsan, burada yazmaq, rəngləmək, burada bir işin ardıcılığı var ki, 2-yə uyğun gəlir C. Yəni prosedural biliyə uyğunluq C-də öz əksini tapır. 3-ə baxırıq. Faktları, anlayışları, qaydaları xatırlayıb, aydın şəkildə ifadə edə bilməsi ilə xarakterizə olunur. Bu, deməli, faktları, anlayışları, qaydaları xatırlayır. Aydın şəkildə faktolojidə bu. A-ya baxırıq. Parlament, konstitusiya, referendum anlayışlarının hər birinin bir əsas xüsusiyyətini qeyd edir, yaddan salır, qeyd edir. Faktoloji biliyə uyğun da olur. A bəndi. Doğru cavab oldu nə? B bəndi. Hə, doğru cavab, daha doğrusu Y bəndi. 1-ə B, 2-yə C və 3-ə A. Növbəti 16-cı suala baxırıq. Deklarativ biliklə bağlı yanlış fikri müəyyənləşdirin.
Deklarativ bilik fərdin bildiyi faktları, anlayışları və qaydaları yadda saxlayıb, sistemli və aydın formada ifadə etməsinə imkan verir. Doğru fikirdir. Düppədiz fikirdir. Deklarativ bilik insanın müəyyən sahəyə aid terminləri, faktları, anlayışları, əsas xüsusiyyətlərini yadda saxlayaraq onların doğru şəkildə tanınması ilə xarakterizə olunur. Bu da doğrudur ki, yəni biz faktları yadımızda saxlayırıq. Şagird üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olduğunu bilirsə, deklarativ bilikdir. Bəli, yadında saxlayıb bilir. Deklarativ bilik formalaşdıqdan sonra onu möhkəmləndirmək üçün təkrar və ya müxtəlif kontekstlərdə xatırlama məşqləri aparmağa ehtiyac qalmır. Müəllimlər, bu yanlışdır. Niyə yanlışdır? Deklarativ bilik məlumatları, terminləri oxuyub yadda saxlamaqdır. Oxuduğun axı yaddan çıxacaq. Yəni elə mən bir dəfə öyrəndim nəysə, bu deklarativ biliksə mənim ömürlük yadımda qalacaq. Elə bir şey yoxdur. Ona görə yanlış deyibəndidir. Deklarativ bilik şagirdin gündəlik təcrübəsi, olduğu mətnləri və aldığı məlumatlar vasitəsilə faktla anlayışları mənimsəyib, yadda saxlamaq, bəli, faktları mənimsəyib, yadda saxlamaqdır. Doğru cavabdır. 16-cı sualın doğru cavabı D bəndi. 17-ci suala baxaq. 17-yə baxaq. Hansı fikir yanlışdır? Prosedural bilik əsasən tətbiq etmək mərhələsi ilə əlaqədar olur. Bəli, prosedural bilik taksonomiyanın tətbiq etmə mərhələsi var. Orada da hər hansı bir fəaliyyət var ki, yəni biz ardıcıllıqla bu fəaliyyəti tətbiq edirik. Ona görə tətbiq etməklə uyğundur. Çox vaxt, həmişə deyə bilmərik, amma çox vaxt əlaqəli olur, düzdür. Konseptual bilik şagirdə cümləni baş və ikinci dərəcəli üzvlərə ayırmağa xidmət edir. Müəllimlər, cümlənin baş üzvləri hansıdır? Mübtəda xəbər. İkinci dərəcəli, nə bilim, təyin, tamamlıq. Bunu ayıra bilirsə şagird konseptual bilikdən istifadə edir. Xeyr, bu faktoloji bilikdən istifadə edir. Ona görə 17-ci sual cavabı B bəndidir. Spesifik bilik faktoloji biliyin bir növüdür, düzgündür. Metakognitiv bilik konseptual biliyə nisbətən daha üst səviyyədə olan, bəli, ən üst səviyyədə bilik metakognitiv bilikdir. Ayrı-ayrı faktoloji biliklər arasında əlaqə yaratmaq konseptual biliyə aiddir. Bu da doğrudur. Misal üçün, deyirəm ki, Sait. Bu nədir? Faktoloji bilikdir. Deyirəm ki, Samit. Bu nədir? Bu da faktoloji bilikdir. İndi deyirəm ki, Saitlə Samit arasında fərqlilik və oxşarlığı müəyyən edin. Yəni görürsünüz, iki faktoloji bilik arasında əlaqə yaratdımsa, artıq bu uyğunluğu müəyyənləşdirmək bu konseptual biliyə aid olur. Doğru cavab yanlış fikir. B bəndə 17-ci sualda. 18-ə baxaq. Cədvələ əsasən həmişə sualların şərtini diqqətlə oxuyun. Cədvələ əsasən deyir, uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq dediyi üçün biz doğrudan yanlış, yanlışdan isə doğrunu götürəcəyik. Baxaq. Konseptual bilik anlayışlar arasındakı əlaqələri anlamağı və bu anlayışları daha geniş bir sistem daxilində izah etməyi ifadə edir. Bəli, nəyisə anlayıb izah etmək konseptual bilikdir. Doğru fikirdir. Deklarativ bilik faktların, anlayışların, termin və təriflərin yadda saxlanılmasına ifadə olunması, yadda saxlanılması və ifadə olunmasını əhatə edir. Bəli, deklarativ bilikdə faktdır, anlayışdır, termindir, qaydadır. Bunları yadda saxlamaq deklarativ bilikdir. Doğru fikirdir. Metakognitiv bilik insanın təkcə nə bildiyi deyil, necə düşündüyünü, hansı strategiyanın onun üçün daha effektiv olduğunu dərk etməsi ilə bağlıdır. Düppədiz fikirdir. Doğrudur. Prosedural bilik müəyyən bir tapşırığın necə yerinə yetirəcəyini, yəni hansı addımların hansı ardıcıllıqla icra olunmalı olduğunu bilməyi, tətbiq etməyə əhatə edir. Bəli, prosedural bilikdə fəaliyyətin ardıcıllığı var. Bu da doğru fikirdir. Bizdən də uyğunsuzluq soruşduğu üçün yanlışdan doğrunu götürəcəyik. 3 də düzdür, 4 də düzdür. Doğru cavab 18-ci sualda D bəndi. 19-cu suala baxırıq. Nümunələrə əsasən biliyin növünü müəyyənləşdirin. Biz nümunəyə uyğun olaraq müəyyənləşdirək ki, hansı bilikdən istifadə olunur. Baxırıq 1-ə. Şagirdin verilmiş isimləri qrammatik kateqoriyaya görə qruplaşdırır. Şagird bunu qruplaşdırırsa hansı bilikdən istifadə edir? Təbii ki, konseptual.
Şagird sözləri tərkibinə görə təhlil edirsə, bu zamanda prosedural biliyindən istifadə edir. Yəni sözləri təhlil edir, fonetik təhlil edir, sintaktik təhlil edir, misalı həll edir, məsələni həll edir. Bu nədir? Burada bir işin ardıcıllığı var. Təbii ki, bu da prosedural bilikdir. Şagird hədəflərinə çatmaq üçün planlama hazırlayır. Hədəfinə çatmaq üçün plan hazırlayır, strategiya hazırlayırsa, bu da metakognitiv bilikdir. Konseptual, prosedural, metakognitiv doğru cavab D bəndi. 20-ci suala baxırıq. Abituriyent ali məktəbi müəyyən bir ixtisasına qəbul olmağı hədəf qoyur və hədəfinə çatmaq üçün gündəlik rejim təyin edir. Neynir? Özü üçün qoyur bunu. Bu nədir? Metakognitiv bilik. Doğru cavab D bəndi. Suala baxırıq. 21-ci sualda qeyd olunur ki, konseptual biliklə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Səhv olana tapacağıq. Bu zaman şagirdlər müxtəlif hadisələrlə bağlı anlayışlar arasında əlaqə qurur. Bəli, əlaqə qurmaq, səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək, ümumiləşdirmək. Dəfələrlə bunu deyirəm ki, bu konseptual biliyə aiddir. Bu doğrudur. Bizdən yanlış istəyir. Şagird müxtəlif anlayışlar arasında oxşar və fərqli cəhəti müəyyən edə bilirsə, bu konseptual bilikdən istifadə edir. Doğrudur. Konseptual bilik faktoloji biliyə əsaslanır və məntiqi düşüncə tələb edir. Bəli, konseptual bilik faktoloji biliklər arasında əlaqə yaradır. Deyirəm ki, isim. Bu faktoloji bilikdir. Deyirəm ki, feil. Bu da faktoloji bilikdir. Deyirəm ki, indi isimlə feilin oxşar xüsusiyyətləri hansılardır? Artıq iki faktoloji bilik arasında əlaqə bu konseptual bilik tələb eləyir. Bu da doğru fikirdir. Konseptual bilik tapşırığın icrası üçün bir neçə addımdan ibarət bilikdir. Tapşırığın icrası üçün bir neçə addım varsa, ardıcıllıq varsa, bu hansı bilik olur? Təbii ki, bu prosedural bilik olur. Burada bir proses var, işin ardıcıllığı var. Yanlışdır, konseptual biliyə aid olan fikir deyil. Doğru cavab D bəndi. Konseptual bilik məhfum və anlayışlar əsaslanan mürəkkəb bilikdir. Bu da doğru cavabdır. 22-ci suala baxırıq. Şagirdin özünü qiymətləndirmə zamanı biliyin hansı növündən istifadə edəcək? Özünü qiymətləndirmə, özünü qiymətləndirirsə, təbii ki, özün haqqında bilik metakognitiv bilikdir, D bəndi. 23-cü suala baxırıq. Şagird laboratoriyada məhlul hazırlayarkən maddəni tərəzidə ölçür. Müəyyən həcmdə suda həll edir. Qarışdırır və məhlulu etiketləyib saxlama qabına tökür. Bu tapşırıqda tətbiq olunan bilik növünə uyğun tapşırığı müəyyən edin. Baxın, görürsünüz, bir işin ardıcıllığı var. Maddəni tərəzidə ölçür, suda həll eləyir, qarışdırır, məhlulu etiketləyib saxlama qabına tökür. Hansı biliyə aid tapşırıqdır? Təbii ki, prosedural biliyə aid olan tapşırıqdır. İndi biz bu verilən cavabların içərisində prosedural biliyə aid olan fikri seçməliyik. Baxırıq. Fotosintezin hansı canlılarda və hansı orqanizmdə baş verdiyini qeyd edin. Bu prosedural bilik deyil. Yeni hökmdarların yerli qanunları ləğv etməsi niyə üsyan riskini artıra bilər? Konseptual bilikdir. Sənaye inqilabı nədir və ilk olaraq hansı ölkədə yaşamışdır, başlamışdır? Bu deməli prosedural bilik deyil. Şagird müxtəlif yaş qruplarına aid insanların qan təzyiqini ölçür. Baxın, təzyiq ölçmək də bir ardıcıllıqdır da. Birinci təzyiq ölçəni qola qoyuruq, sonra fandiskop qoyulur, ondan sonra təzyiq ölçülür, ölçüləndə də o müəyyən bir ölçmə mexanizm var ki, onu tətbiq edirik. Yəni, bunlar bir işin ardıcıllığıdır. Deməli, prosedural biliyə uyğun cavab D bəndindədir. Niyə yaşatdıqca bir çox insanda qan təzyiqinin yüksəlməsi ehtimalı artır? Bu da konseptual bilikdir. Doğru cavab Y bəndi. 24-cü suala baxırıq. Biliklə bağlı hansı fikir doğrudur, deyir. Bilik insanın faktları, anlayışları və qaydaları öyrənib mənalandırması, onları yeni vəziyyətdə tətbiq edə bilməsidir. Bəli, bu doğrudur. Həqiqətən də bilik bunu anlayırsan, faktdır, anlayışdır, qaydadır, problemdir. Anladıqdan sonra onu yeni vəziyyətə uyğun istifadə edirsən, tətbiq edirsənsə bu bilikdir. Doğru cavab elə A bəndi. Mövzunu təkrar etmək və yeni situasiyalarda tətbiq etməyə, ayrıca məşq etmək vacib deyil. Çünki bilik zaman keçdikcə avtomatik möhkəmlənir. Bilik zaman keçdikcə necə avtomatik möhkəmlənə bilər? Sən bir şeyi təkrar etmirsənsə, mən elə bir şeyi oxuyum, təkrar etmədən bu mənim heç vaxt yadımda çıxmayacaq. Xeyr, belə bir şey yoxdur, axı, getdi. Konseptual biliyə malik olmaq üçün anlayışlar arasındakı əlaqələri ümumi təsvir etmək kifayətdir.
Şərtləri və istisnaları nəzərə almaq ikinci planda qalır. Xeyr, elə konseptual bilikdə ümumi təsvir etdim nəysə bu bəs deyil axı. Yəni biz əlaqələndirməliyik, ümumiləşdirməliyik, fərqləndirməliyik, izah etməliyik. Ona görə bu da yanlışdır. Prosedural bilik daha çox dəqiq və tətbiq fənlərdə ön plana çıxır. Çünki bu sahələrdə nəticəyə çatmaq üçün müəyyən ardıcıllıqla icra olunan üsullar tələb olunur. Prosedural bilik yalnız dəqiq və tətbiq fənlərində deyil. İstənilən fəndə prosedural bilik var. Bu da yanlışdır. Metakognitiv bilik insanın daha çox güclü və zəif tərəflərini ümumi şəkildə tanımasıdır. Ümumi şəkildə yox, güclü tərəfin nədir bilirsən, zəif tərəfin nədir bilirsən, strategiyan nədir, özünü qiymətləndirmən nədir, özünü tənzimləmən nədir? Bunlar hamısı metakognitiv bilikdə var. Daha doğrusu metakognitiv bacarıq var, metakognitiv bilik var. Özünü tanıman bu metakognitiv bilikdir. Bu da getdi. Doğru cavab C bəndi. Növbəti 25-ci suala baxırıq. Verilənlərdən biri faktoloji biliyi yoxlayan sualdır. Faktoloji bilik oxuduğun hazır informasiyanı yadda saxlamaqdır. Yəni əzbərçi bilikdir. İndi faktoloji biliyə aid olan cavabı seçməliyik. Məhəmməd Füzuli nə üçün Leyli Məcnun mövzusuna müraciət etmişdi? Nə üçün? Bu nə üçün sualı hardaydı? Konseptual bilikdə getdi. Metaforanın metanomiya ilə fərqlərini müəyyənləşdirin. Fərqi müəyyənləşdirmək, uyğunluğu müəyyənləşdirmək nə idi? Konseptual bilik getdi. Azərbaycan ədəbiyyatında ilk divanın müəllifi kimdir? Yadıma salıram, həmin şəxsi deyirəm. Şəxsdir, zamandır, məkandır. Bu nə idi? Təbii ki, faktoloji biliyə aid idi. Doğru cavab C bəndidir. Oxumuşam, əzbərləmişəm, dedim ki, əzbərçi bilikdir. Yadımda qalan deyirəm ki, divanın müəllifi kimdir? Doğru cavab C bəndi. Koroğlu dastanının Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini müəyyənləşdirindisə konseptual bilikdir. Kompüteri işə salmaq üçün hansı ardıcıllığa riayət etmək lazımdır? Ardıcıllığa, bir işi ardıcıllıqla görürəmsə, bu prosedural bilikdir. Doğru cavab C bəndi. 26-cı suala baxaq. Uyğunsuzluğu müəyyən edin. Bu cür suallarda sualın şərtinə diqqət edin. Uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluğu müəyyən etməmişdən əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq gündəlik paylaşılan sual və mövzu izahlarından xəbərdar ola bilərsiniz. Uyğunsuzluqda nə deyir? Baxaq. Konseptual bilik. Yol nişanları arasında piyada keçidi nişanını tapın və bu nişanın nəyi bildirdiyini yazın. Bu, konseptual biliyə aid olan bir situasiyadır. Təbii ki, xeyr. Elə uyğunsuz olan budur. Piyada nişanını tapacağım. Piyada nişanı nədir? Məlumat verəcəm. Bu nədir? Bu faktoloji bilikdir. Elə uyğunsuz olan A bəndidir. 26-cı sualda. Prosedural bilik. Xəritə üzərində məsafəni xəttkeşlə ölç. Alınan göstəricilərin miqyasa uyğun çevirin və nəticəni kilometrlə yazın. Görürsünüz, bir işin ardıcıllığı var, hesablama var. Getdi, doğrudur. Mövzuda ən çətin hissənin yazıb. Onun öyrənmək üçün seçdiyiniz strategiyanı qeyd edin. Mövzuda ən çətin hissəni yazın. Onu öyrənmək üçün seçdiyiniz strategiyanı qeyd edin və sonda özünüzü yoxlamaq üçün 2 sual hazırlayın. Metakognitiv bilikdirmi? Bəli, doğrudur. İnsan skeletində ən uzun sümüyün adını yazın və hansı bədəndə yerləşdiyini qeyd edin. Bu faktoloji bilikdir. Bəli, faktoloji biliyə aid olan situasiyadır. Məktəbdə yanğın həyəcan siqnalı verildikdə sinifdə evakuasiya prosesini yerinə yetirin. Bu, bəli, bir prosesin görürsünüz, prosesini, ardıcıllıq ki, yanğın olanda nə edirik? Bu, işin ardıcıllığını deyiriksə, prosedural bilikdir. Bu da doğrudur. Bizdən uyğunsuzluğu soruşduğu üçün doğru cavab A bəndi. 27-ci suala baxırıq. Biliklə bağlı yanlış fikri hansıdır? Yanlış fikri müəyyən edirik. Baxaq. Faktoloji bilik Bloom taksonomiyasının aşağı səviyyəsinə uyğun gəlir. Bəli, həqiqətən də Bloom taksonomiyasının xatırlamaq mərhələsinə aşağı səviyyəsinə uyğun gəlir. Düzgün fikirdir. Metakognitiv biliyə öyrənmə prosesindəki bəzi strategiyaları bilmək də aiddir. Bəli, bu da doğrudur ki, orada elə strateji bilik də var metakognitivdə. Doğrudur. Uzun riyazi əməllərin yerinə yetirilməsi prosedural bilikdir. Bəli, riyazi əməlləri ardıcıllıqla yerinə yetirilir ki, bu da prosedural bilik tələb edir. Doğrudur. Prosedural bilik müəyyən müddətdən sonra avtomatikləşə bilər. Bəli, müəyyən müddətdən sonra avtomatikləşir və bu vərdiş halına çevrilir. Çünki eyni fəaliyyəti ardıcıl görəndə artıq bu vərdiş halında yaranır.
Doğrudur. Faktoloji bilik digər biliklər arasında əlaqə qurmağı tələb edir. Faktoloji bilik digər biliklər arasında əlaqə qurmağı tələb etmir. Konseptual bilik tələb edir. Ona görə yanlış olan 27-də Y bəndi. 28-ci suala baxırıq. Prosedural biliklə bağlı fikirlərdən hansı yanlışdır? Baxaq. Ardıcıl şəkildə icra olunan addımlar seriyasıdır. Bəli, prosedural bilikdirsə burada bir ardıcıllıq var. Avtomatikləşmir, yəni düşünülmədən tətbiq oluna bilmir. Xeyr, dedi ki, avtomatikləşir, vərdiş halına çevrilir. Yanlış olan elə B bəndidir. Dəqiq fənlərdə misal məsələ həlli bu biliyə əsaslanır, doğrudur. Lazımı addımlar sabit və dəyişkən şəkildə icra oluna bilər. Bəli, sabit şəkildə müəyyən ardıcıllıq var ki, eynən bu ardıcıllıqla gedir və yaxud dəyişkən. Bu ardıcıllıq, sonra bu ardıcıllıq, yəni bu da doğrudur. Hər hansı bir fənnə aid olan algoritmlər prosedural biliyə aiddir. Bəli, algoritm prosedural biliyi tətbiq edir, doğrudur. Yanlış olan B bəndi 28-ci sualda. 29-cu suala baxırıq. Hansı fikir doğrudur? Doğru fikri soruşur bizdən. Mövzunun dərindən öyrənilməsində konseptual biliyin rolu önəmli deyil. Xeyr, niyə önəmli deyil ki? Nəyisə ümumiləşdirirsən, fərqləndirirsən, izahını verirsənsə, bu təbii ki, konseptual bilik tələb edir. Getdim, yanlışdır. Spesifik və terminoloji biliklər faktoloji biliyin növü olsa da, onlar arasında bir bağlılıq yoxdur. Təbii ki, bir bağlılıq var. Yəni, bunlar ikisi də faktoloji biliyə aiddir. Yəni, terminoloji bilik, misal üçün, deyirəm ki, site. Bu termindir. Amma bunun haqqında geniş danışıramsa, bu artıq olur spesifik bilik. Yəni, bunlar arasında da əlaqə var. Yəni, bu da yanlışdır. Konseptual bilik faktoloji bilikdən asılı olmadan formalaşa bilər. Xeyr, konseptual bilik elə dedik ki, faktoloji biliklər arasında əlaqədir, getdi. Prosedural bilik özündə fəaliyyət ardıcıllığına ehtiva edir. Bəli, prosedural biliklə proses olduğu üçün orada da prosesin ardıcıllığı olmalıdır. Doğru cavab D bəndidir. Metakognitiv biliyin məzmunun öyrədilməsində bir təsiri yoxdur. Təbii ki, var məzmunun öyrənməsində ki, sən deyirsən ki, mən hansı strategiyanla öyrənəcəm, hansı planı quracam. Bu da yanlışdır. Doğru cavab D bəndi 29-cu sualda. 30-cu suala baxırıq. Prosedural biliklə bağlı hansı fikir doğrudur? Prosedural bilik işi yerinə yetirmə ardıcıllığını izləmək əvəzinə qaydanı sözlə izah edib ümumi məntiqi anlamaq kimi qiymətləndirir. Xeyr, prosedural bilik işi ardıcılıqla yerinə yetirməkdir. Getdi, A bəndi yanlışdır. Prosedural bilik əsasən qaydanı nəzəri formada istifadə etmək və nümunəni şərh etmək səviyyəsində formalaşır. Xeyr. Prosedural bilik məlumatı əzbərləməklə yaranır, addımları ardıcılıqla xatırlamaq bacarığının formalaşması üçün kifayətdir. Xeyr, əzbərləməklə deyil, biz bu ardıcılığı bilməliyik. Getdi. Bu bilik hər vəziyyətdə eyni qaydada tətbiq olunur. Şərait dəyişsə belə addımlar uyğunlaşdırmağa ehtiyac qalmır. Xeyr, həm dedik dəyişkən, həm də sabit addımlarda. Yəni şərait dəyişsə də elə addımları uyğunlaşdırmalıyıq mı? Xeyr, dəyişə bilərik. Getdim. Və Y bəndinə baxaq. Prosedural bilik bir işi necə yerinə yetirməyi göstərən bacarıq, yönümlü bir bilikdir və əsasən mərhələli icra təcrübə sayəsində möhkəmlənir. Bu da doğrudur. Çünki təcrübə sayəsində həqiqətən də möhkəmlənir. Biz dedik ki, prosedural bilik vərdişə çevrilir, avtomatikləşir. Əgər təcrübə yoxdursa, bu necə vərdişə çevrilər? Ona görə doğru cavab Y bəndi 30-cu sualda. 31-ci suala baxaq. Uyğunluq pozulmuşdur. Metakognitiv bilik düsturları yadda saxlamaq üçün fərqli strategiyanı bilmək. Bəli, fərqli strategiya, fərqli öyrənmə yönü seçirəmsə, bu metakognitiv bilikdir, doğrudur. Daş dövrünün hansı mərhələdən ibarət olduğunu bilir. Bəli, oxuyur, xatırlayır, deyir, faktoloji bilik doğrudur. Sürünənlərin ekoloji qruplara ayırmaq, qruplaşdırmaq konseptual bilikdir, doğrudur. Xətti tənliklərin həll yolunu bilmək, tənliyi, misalın, məsələnin həll yolunu bilmək, ardıcıllığını bilmək prosedural bilikdir, doğrudur. Göllərin axarlı və axarsız olduğunu bilmək konseptual bilik. Xeyr, bu konseptual bilik deyil, bu faktoloji bilikdir. Uyğunluğun pozulduğu Y bəndidir. 32-ci suala baxırıq. Biliklə bağlı yanlış fikir hansıdır? Biliyin qəbulunda şagird aktiv tərəf olmalıdır. Bəli, şagird deyirik ki, passiv dinləyici rolundan çıxır. Şagird aktiv olmalıdır, bu doğrudur. Faktoloji biliyin heç də hamısı şagirdə öyrədilmir. Bəli, deyirik ki, informasiyanı şagirdə seçici şəkildə təqdim edirik, doğrudur. Nəzəriyyə və modellər konseptual biliyə aiddir, doğrudur. Öyrənilənlər algoritm şəklində mütləq tətbiq edilməlidir ki, prosedural bilik formalaşsın. Dedim ki,
izah vermişəm ki, hər hansı bir misalın məsələnin həllini bilməkdə prosedural bilikdir. Deyirəm ki, bax bu ardıcıllıqla. Biri var durub deyirəm ki, bu tənliyi bax bu cür həll eləməliyik. Bunun ardıcıllığını, izah ardıcıllığını deyirəmsə, bu da prosedural bilikdir. Gəlib onu lövhədə yazıb göstərirəmsə, bu da prosedural bilikdir. Ona görə deyir, mütləq tətbiq edilməlidir ki, prosedural bilik formalaşsın. Xeyr, tətbiq edilməsə, elə yerimdən bunun ardıcıllığını da deyəndə bu prosedural bilikdir. Ona görə yanlış olan 32-də D bəndidir. Şagird qəbul etdiyi biliyi kognitiv və metakognitiv analizlərdən keçirməlidir. Bu da doğru cavabdır. Yanlış olan D bəndi. 33-cü suala baxırıq. Hansı tapşırıq konseptual biliklə bağlıdır? Qüvvə, sürət, kütlə anlayışının ölçü vahidini yazırsa, bu faktoloji bilikdir. Şagird məxrəzləri müxtəlif olan kəsirləri toplayır, onun toplama ardıcıllığını bilir. Misal, məsələ həll etmək prosedural bilikdir. Getdi. Verilmiş cümlədə sadə və mürəkkəb cümlələr olmaqla qruplaşdırır. Bəli, qruplaşdırmaq, ümumiləşdirmək nə idi? Konseptual bilik. Elə konseptual biliklə bağlı C bəndidir. Hansı üsulu daha yaxşı öyrənirsən və hansı şəraitdə diqqətin daha çox dağılır? Bu hansı bilikdir? Təbii ki, bu metakognitiv bilikdir. Xəritədə Azərbaycanı tap, paytaxtını və 3 qonşu ölkəni yaz, faktoloji bilikdir. Doğru cavab C bəndi 33-cü sualda. 34-cü suala baxırıq. 34-də baxaq. Tarix dərsində şagirdə bir hadisə haqqında 2 fərqli mənbə verilir. O mənbələrin müəllifini və yazılma vaxtını müəyyənləşdirir. Məqsədini təhlil edir. Sonra məlumatların uyğun gəlib gəlmədiyinə görə müqayisə edib nəticə çıxarır. Bu situasiyada hansı bilik növündən istifadə edir? Təbii ki, konseptual bilik. Sonda bir nəticəyə gəlib ümumiləşdirmə eləyirsə, konseptual biliklə istifadə edir. Doğru cavab B bəndi. 35-ci suala baxırıq. Bitkilərdə fotosintez və tənəffüs proseslərinin arasında əlaqəni izah edirsə, bu hansı bilikdir? Təbii ki, konseptual bilikdir. 1-ə A. İşıq mikroskopunda preparat hazırla və müşahidə apar. Preparat hazırlamaq bir prosesdir, bir ardıcıllıqdır. Bu olur prosedural bilik. Deməli, 1-ə A, 2-yə B. Azərbaycan Xalq Cümhuriyyəti hansı ildə elan olunub? Faktoloji bu biliyə aiddir. 3-ə də C. A, B, C. Doğru cavab A bəndi 35-ci sualda. 36-cı suala baxırıq. Deklarativ bilik haqqında deyilənlərdən hansı doğrudur? Hər hansı bir sahəni anlamaq üçün lazım olan əsas elementləri əhatə edir. Bəli, hər hansı bir sahə ilə bağlı olan bilik deklarativ bilikdir. Doğru cavabdır. 36-da A bəndi, heç digərlərə baxmağa ehtiyac yoxdur. 37-yə baxırıq. Şagird himnin dövlət rəmzi kimi əhəmiyyətini izah edirsə, izah varsa, təbii ki, bu konseptual biliyə aiddir. Doğru cavab A bəndi. 38-ci suala baxırıq. Aşağıdakilərdən hansı yanlışdır? Sintaktik təhlil zamanı istifadə olunan terminlər faktoloji biliyə aiddir. Bəli, sintaktik təhlil zamanı deyirik ki, mübtədə, xəbər, təyin, tamamlıq. Təbii ki, bu Azərbaycan dilinə aid termindir. Bu faktoloji bilikdir. Doğrudur, getdi. Bizdən yanlışı soruşur. Konseptual bilik deklarativ biliklər üzərində qurulmuş bilikdir. Doğrudur. Dedik ki, iki deklarativ bilik arasında elə əlaqədir. Sözün fonetik təhlil yolunu bilmək prosedural bilikdir. Doğrudur. İnsanın özü haqqında biliyə malikdirsə, bu metakognitiv bilikdir. Bəli, özü haqqında dediyi üçün metakognitivdir. İki hadisənin oxşar və fərqli xüsusiyyətlərinin müqayisə edilməsi prosedural biliyə aiddir. Prosedural yox, konseptual biliyə aiddir. Yanlış olan 38-ci sualda Y bəndi. 39-cu suala baxırıq. Hansı fikir doğrudur? Effektiv olması üçün tətbiqi xarakter daşıyan biliklərin şagirdlərə öyrədilməsi məqsədə uyğundur. Bəli, biz artıq əzbər xarakterli bilikləri öyrənmirik müəllimlər. Biz tətbiq xarakterli bilikləri öyrədirik ki, bu da daha məqsədə uyğundur həqiqətən. A bəndi elə doğrudur. Şagird yönümlü dərsdə müəllimin əsas rolu şagirdə informasiya ötürməkdir. Şagird mərkəzli dərsdə müəllimin rolu şagirdə istiqamət vermək, yön verməkdir. Artıq şagird pasiv şəkildə informasiyanı qəbul edən tərəfdən çıxıbdır, yanlışdır. Spesifik xüsusiyyətləri bilmək konseptual bilikdir. Xeyr, bu faktoloji, terminoloji, faktoloji bilikdir.
Prosedural bilik şagirdin özü haqqında, xeyr, prosedural bilik özü haqqında olan bilik metakognitivdir, getdi. Metakognitiv bilik ardıcıl şəkildə atılan addımlar sırasını nəzərdə tutur. Ardıcıl şəkildə atılan addım prosedurala aiddir. Bu da getdi. Doğru cavab A bəndi. Və nəhayət sonuncu 40-cı suala baxırıq. Əgər cəmiyyətdə hər kəs, hər zaman və hər yerdə istədiyini etsəydi, insanların həyatı necə olardı? Bu suala cavab verirsənsə, təbii ki, sən öz konseptual biliyindən istifadə edib cavab verirsən. Doğru cavab C bəndi. Sağ olun müəllimlər, hər birinizə zehn açıqlığı arzulayıram.